Mən Ağdaş rayonu Çotanaq kənd sakini Bayramov Babək Nizamiroğlu. Müraciətim cənab prezidentədir. Cənab prezident, bugünkü günü firavan bir ölkədə yaşadığımız halda bugünkü günü reket qrupları gəlib bizi təhdid eləyir. Kim eləyir? Nə səbəbə görə eləyiblər? Sizi təhdid Bizim eləyirlər. xalam qızı Nailə Əlabbas qızı Qəhrəmanova ilə biznes əlaqəmiz var idi. Rusiyaya xurma vurmuşduq. Ziyanlığımız olmuşdu. Onlar reket qrupu göndərib 3 nəfərlə 01 seriyalı qara 07 idi. Hansı ki məktubumda da bildirmişəm. Məndən 35 min pul tələb elədilər, gəldilər. Nətər oldu bu hadisə? Bu hadisə mən işdə işləyirdim, Baybur şirkətində şofer işləyirdim. Yəni ay da aramızda olan haqq hesabı bilirəm. Dəftər də ondadır, kitab hamısı haqq hesabımız var idi. Mən alacağımızı, verəcəyimizi dəqiq bilirəm. Bugünkü gün hamı Ağdaş məhkəməsinin 72 min iddia ilə məni Ağdaş məhkəməsi qərar çıxardı. Bundan sonra da mən Yəni heç bir dövlət təsdiqi olan, sənəd olmaya Ağdaş rayon məhkəməsi qərar çıxardı da? Bəli, heç bir sənəd olmadığı halda mənə bir tərəfli baxıb. Bir tərəfli baxılıb mənə əleyhimə 72 min pul yazılıb ayağıma. Bugünkü günü Şəki apellyasiya məhkəməsinə də mən vermişəm. Amma ki bu günə qədər yanvar ayının 20-si günü idi, hansı ki həmən günü iş günü deyildi. Bizdə buraxılış idi. Bunlar gələn günü şəhidlər günü idi. Həmən günü gəldilər. Mən elə qapıya təzə girmişdim məhəlləyə. Dalımla gəlib qapının ağzında qara nolli deyəndə 2 nəfər məhəlləyə soxuldu. Məni yəni yuxarı dairələrdən onları qoruyan, zəşət eləyən üzr istəyirəm. Qruplar olduğunu dedi. Yəni məni o cəhətdən də yəni kiməsə şikayət edəcəyimi bildirdi ki, eləməyim. Kimlər idi? Məsələn, kim durur dalında deyir? Tutkasını yuxarı dairədən banditizm, terrorizmlə zaddan söhbət elədi belə ki, hansı ki mənim dalımda duran böyük dairədən adamlar var. Ki siz bana yəni zəhşət eləyən adamlar var. Sən yuxarı bunu heç polisə zada heç kimə bildirməyə qorxdum. Sözün açıq. Bugünkü məhkəmə bu qərarı verəndən sonra artıq əlacım qalmayıb cənab prezident. Sizə də müraciətim. Xahiş edirəm mənim ailəmin bugünkü günü təhlükəsizliyini təmin edəsiniz. Siz bugünkü günü dövlətin qarantısınız, bizim qarantımızsınız. Mən başqa deyəcək sözüm yoxdur. Yalnız sizə də müraciətim. Xahiş edirəm sizdən. Xahiş edirəm yuxarı dairələrdən bu iş haqqında bir tədbir görsünlər. Yəni 6 yerə müraciət eləmişəm, məktubumla da bildirmişəm. Kimlə müraciət eləmişsən? Vallahi adlarını deyə bilmirəm da belə də. Yadımda qalmır çünki adları müraciət elədiyim yuxarı dairələrə, yəni cinayətkar mütəşəkkilliyə xəbərdarlıq eləmişəm. Daxili İşlər Ramil Yusubova məktub göndərmişəm. Sonra Şəki apellyasiya məhkəməsinə, ali məhkəməyə, hamısını yazılı surətdə müraciətimi bildirmişəm. Bunlar haqqında danışım. Bunlar məndən 35 min pul tələb elədilər. Əks halda uşaqların oğranacağını mənə bildirdilər. Yəni uşaqlar 10 gün məktəbə gedənmədi. Neçə nəfər idilər? 3 nəfər idilər. Biri maşında idi, düşməmişdi. Biri axsaq idi qabaqda oturanın, o biri şoferin üstündə idi silahda. Silahın qundağını, kurtkanı belə eləyib, qundağını da mənə göstərdi. Mənim maşına otuzdurub kənddən biraz kənara çıxartdılar. Biraz orada söhbət elədilər, mənim pulum olmadığını bildirdim. Yəni şahid var idi mi axırı sən onu götürəndə o? Şahid bütün kəndin çox adam var idi olmağına. O dükkanın cəmaatın yığıncaq yeridir ora. Bizim həyətin qabağı, bəli. İndi siz də görmüsünüz. Bəli. Özünüzü təqdim edin. Sultanov Rahib Kərimoğlu. Yəni bu hadisə baş verəndə bu reketlər gəlib bu Babək qardaşımızı götürəndə, yəni sizə gördünüz bu? Bəli, qoydu maşına, xeyli aralaşdılar, getdilər, bir xeyli söhbətdən sonra qayıtdılar, gəldilər. Eləmi? Bəli, bizim yanımızdan getdilər. Neçə nəfər idi? 3 nəfər idilər. 3 nəfər idilər. Bildirici yəni götürdülər bunları. Bəli. O telefon söhbətində nəsə maşında oturdu, söhbət elədik, çox uzadı söhbətdən sonra. Xalam qızına zəng elədilər, telefonu səssiz alıcıya qoydular. Bunun pulun olmadığını dedilər. Dedi ki, mən sizə pul verməyə göndərmişəm, qışqırdı, əsəbləşdi biraz telefonda səsin. Özünü götürün gəlin. Mən bir həftə onlara vaxt verdim, dedim bir həftə filan vaxt verin, bazar gününə düşsün, işdən çıxa bilim, gəlim söhbət eləyək. Bunlar
bunların dilindən desək razborkaya çağırdılar məni. Mən həmən razborkaya getmədim yenə. Bir-iki yerdən məsləhətləşdim öz aramızda, yəni. Dedilər ki, əgər onlara lazımsansa, onlar özləri gəlsinlər. Onlar sonra gəlmədi. Bir həftə sonra ayın 26-27-si olardı, hansı ki bizim görüş bugün üçün dəqiq yadımda deyil tarix. Telefonla zəng elədi. Mən gəlmədiyimi dedi, niyə gəlmədin, o yan bu yan. Yenə təhdid elədi telefonda məni. Gedə bilmədim, sözün açığı qorxdum, çəkindim. Ailəmin bugünkü günü təhlükəsizliyinə əsas, mənim bugünkü günü özüm yaşım 40-ı keçib, 40 yaşım var. Mən bundan sonra əsas balalarım da bugünkü günü üzr istəyirəm, məktəbə gedə bilmirəm. Sən istəyirsən ki, bu adamlar tapılsın, Tapılsın, mən cəzalandırsın. xahiş edirəm, mən işimlə yaxından məşğul olasınız. Ya sadəcə sizədir müraciətim, başqa heç kimə. Xahiş edirəm sizdən, cənab prezident. Siz görmüşdünüz şahid kimi Bəli, bu. İsmailov Qorxmaz Savədin oğlu. Gəldilər kəndə, Qaran 07 idi, 3 nəfər. Girdilər, getdilər Babəkir 9-una, Babək girdi, məhəlləyə çıxdılar. Gəldilər, dükan yanında saxladı, bərdə düşdü. Düşdü, evə girdi, telefonu qalmış. Girdi, evdən telefonu götürdü, çıxdı, maşın getdi. Çıxdı, aralandı mağazindən, biri düşdü mağazindən, nəsə aldı, qayıtdı, çıxdı. Çıxdı, təzən nömrə götürdülər. Babək ondan nömrə götürdü. Adresi götürdü, təzən getdilər. Kəndin qabağı getdilər, birinci kuruq elədilər. Orada idarə deyən yer var. İdarənin yanında dayandılar biraz. Gözlədilər, təzən oradan qayıtdılar, gəldilər. Gəldilər təzən Bərdə bizim əmimgin küçəsinin başı var. Bir dəfə də gəldilər, orada dayandılar. Təzən bundan əlavə, bundan 2 həftə bir iş gəlməmişdən, qabaq Babəyin dalına 2 həftə bundan qabaq kəndin başında olublar, həmən maşında. Ondan sonra da müəllim görüblər kəndin arasında gəzdiklər. Ona görə 10 günə yaxın uşaqlar məktəbə gedəmlər. Bugün 3 gün mən evdə olmasam yenə də. Yəni uşaqların psixologiyası pozulub, qorxurlar, ya da qorxu içində yaşayırlar. Xahiş edirəm sizdən bir tədbir görəsiniz. Ondan sonra gəldilər kəndə gənə biri düşdü, çolaq nəsə mağazindən nəsə aldılar, çıxdılar, getdilər. Gəldi təzən ondan qabağa gəldilər bir kuruqda kəndin arasına fırlandılar. Həmən Qaran 17 ilə gəldi, getdim, mən də çıxdım oraya, dedim, yəni Babəyin dalına gəldi. Getdi, cəmaat hamısı topalaşdı, Babək gəldi, biraz aralaşdı, Babək düşdü təzən. Ondan sonra gəldilər, ondan sonra çıxdılar, getdilər kətdən. Həmən ondan sonra gənə fırlandılar, gəldilər. Bir müddətdən sonra gəldilər, gənə kəndi fırlandılar, getdilər.